futzaldır, handboldur, bir də 3x3 basketboldur. Yaxşı, 3x3 basketbolda top səbətdə deyək müdafiə olunan komandaya keçdikdə, müdafiə olunan komanda 6.75-i xəttin xaricinə çıxmadan top səbət ata bilər. Yox, çıxmalı. Mütləq şəkildə çıxmalıdır. Yaxşı, voleybol idman oyununda blok qurmada iştirak edən oyuncu topa heç kəs toxunmadan yenidən özünü toxuna bilər. Bəli. Aha, topa toxun. Yaxşı. Müəllim belə deyək də, rəqib hücum zərbəsi vurmadan bizim blokda olan oyunçumuz onları belə deyək də, hücum boşluğunda onlar tərəfə keçə bilər. Yox. Ayso, mütləq şəkildə rəqib topa hücum zərbəsi vurmalıdır ki, ondan sonra biz ora keçək. 1500 metr məsafəyə qaçış neçənci siniflərdə KSG olaraq istifadə olunurdu? 9-cu sinifdə. KSG olaraq təkcə 9-dadır müəllim. Yox. 6-dan 9. 6-dan 9 idi. Fiziki tərbiyənin hansı formasındadır? Hər hansısa bir idman növündə texniki taktik fəaliyyətin əlverişli üsuluna yiyələnmək. Fiziki tərbiyyənin hansı nəyində? Formasındadır ki, texniki taktiki fəaliyyətin ağsaqqalı əlverişli üsuluna yiyələnmək. Ortada. Aysı olur. Yaxşı. Oyunlar xüsusi seçilmiş hərəkətlər vasitəsilə ümumi fiziki hazırlığın təmin edilməsi. O da ortada. Oyunlar xüsusi seçilmiş hərəkətlər vasitəsilə xeyr müəllim. Ümumi fiziki hazırlığın dəstənkənar ibtidai. Oyunlar xüsusi seçilmiş hərəkətlər vasitəsilə ümumi fiziki hazırlığın dəstənkənar ibtidaidir. Yaxşı. Bəs müəllim, sual düşsə ki, hər hansısa bir idman növündə, ayrı-ayrı idman növləri üzrə bazı hazırlığın həyata keçirilməsi, məktəb daxili yarışlarda iştirak. O ümumi ortadır. Aha, bu olacaq dəstənkənar ümumi orta. Rayon zona yarışlarında iştirak desəydi Akif müəllim. O da tam orta dəstənkənar. Aha, bu da olacaqdı tam orta dəstənkənar. Yaxşı, bəs sual düşür ki, müəllim sual düşür ki, norma və dəyərlərə hörmət həlledici hallarda liderlik bacarığının təkmilləşdirilməsi, liderlik. O da tam ortadır. Aha, norma və dəyərlərə hörmət həlledici hallarda liderlik bacarığının təkmilləşdirilməsi fiziki tərbiyə tam orta olacaqdı. 1500 metr məsafəyə aşağı və orta intensitə qaçmaq hansı hərəkət qabiliyyətdir? Dözümlük olacaqdı. Hər hansısa bir idman oyunu ümumi dözümlük olar, yoxsa xüsusi dözümlük? Xüsusi dözümlük olardı. Aerob rejimdə icra olunan hərəkətlər hansı hərəkət qabiliyyəti idi? Aerob dözümlük. Aha, hərəkət fəaliyyətin qaydaları çərçivəsində qururdu. Kim dərsin hansı hissəsində? Şagird hazırlayıcı. ASO, şagird hazırlayıcı hissədə idi. Zəruri hərəkət qabiliyyətlərin planlı inkişaf elətdirilməsi fiziki tərbiyə dərsinin hansı formasına aiddir? Tam orta xüsusi. Xüsusi qruplarda idi. Sadəcə hərəkət qabiliyyətlərin planlı inkişaf elətdirilməsi desə müəllim. O ibtidai